Uşaqlar, yəqin ki, hər birinizin qarşısına belə misallar çıxır, testlərdə çıxır ki, deməli bu KSG-lərdə də düşə bilər ki, doğru cavab harda verilib? Yəni bizim hansı bənddəki bölmə əməli doğru həll olunmuşdur. Yəni hər birini bölüb cavabını tapırıq, görək hansı biri doğru verilib. Belə misallarda hər birini ayrıca yoxlayırıq. Baxın uşaqlar, 15-i 5-ə böləndə 75 eləyir. Deməli, B variantı səhvdir. 84-ü 42-yə böləndə cavab 4 dəfə düşür. Xeyr, 4 dəfə düşmür. 2 dənə 40, məntiq olaraq başa salıram sizə. Şifahi. 40-ın üstünə 40 gələndə 80 eləyir, düzdür? Deməli, burada 2 dənə 40 var. Əgər 4 dənə 40 olsaydı, o zaman bizim cavabımız 100-ü keçəcəkdi. Ona görə D variantı da səhvdir. 48-i 24-ə böləndə 3 dəfə. Baxın, yenə eyni üsulla hesablayırsınız. 20 üstünə 20 gəldi, eləyir 40, düzdür uşaqlar. Onda 3 dənə 20, 60 eləyəcəksə, deməli bu variant da səhvdir. Yəni 24-ü 3-ə vura bilərik, cavab tapa bilərik. Yəni burada məsəl üçün 48-i 24-ə bölə bilmirsinizsə, nə etməlisiniz? 24-ü 3-ə vurmalısınız. 42-ni 4-ə vurmalısınız. 15-i 5-ə vurmalısınız. Bu halda doğru cavab alacaqsınız ki, məsəl üçün 24-ü 3-ə vuranda 2, 7, 72 eləyəcək bunun cavabı. Görəcəksiniz ki, 72-ni 24-ə bölsəm 3 eləyər də, 48-i 24-ə böləndə 3 düşməyəcək. Ona görə bu cavab da səhvdir. Bizdən doğru variantı baxın uşaqlar, doğru həll olunmuş cavabı istədiyinə görə biz nə edirik? 72 böl 24 bərabərdir 3. Baxın, bayaqçı misal. Mən burada hesabladım axı, 3 dənə 24, 72 eləyir. Baxın, burada da 72 bölünsün 24 bərabərdir 3 veribsə, deməli A variantı doğrudur. Bu cür misalları oxuyanda hər zaman şərtini düzgün oxuyun. Şərti doğru oxuyanda misalları tapmaq olur. Yəni, bəzən olur ki, uşaqlar burada səhv variantı axtarır və yaxud da bölmə əməlini bölməyi biraz çətin bilən uşaqlar, düzgün, yaxşı bilməyən uşaqlar bəzən olur ki, neçə vaxt, neçə dəqiqələrlə oturur bir misalın üzərində. Bunun ən asan yolu nədir? Bölməni vurma ilə əvəzləyirik. 24-ü 3-ə. Məsələn, 72-ni siz 3-ə vura bilmərsiniz. Çünki 72-ni 24-ə bölməlisiniz. Baxın, bunun bir neçə üsulu var. Mən indi sizə göstərəcəm. Bayaq dediyim kimi yazılı formada qoy göstərim sizə. Məsələn, deyirəm, 72 bölünsün 24 misalını 72-ni 3-ə də bölə bilərsiniz. Cavabı tapacaqsınız. Əgər cavab 24 elirsə, deməli doğru cavabdır. Və yaxud da 24-ü vura bilərsiniz 3-ə bərabərdir. Əgər 72 eləyirsə, deməli doğru cavabdır. Və yaxud da elə 72-nin özünü 24-də bölə bilərsiniz. 72-ni 24-də böləndə burada məchuldur, tapa bilmirsiniz. Amma burada məsəl üçün 72-ni 3-ə bölsəz əgər, verilən cavaba bölsə, bölünəni cavaba bölsəniz, o zaman bölən rəqəm çıxırsa, deməli doğru cavabdır. Burada da eyni şəkildə 24-ü deməli 3-ə bölmək yox, üzr istəyirəm. Burada vurma eləyəcəksiniz. Əgər vurmadısa 72 eləyirsə, deməli buradakı cavabı alırsınızsa, deməli doğru cavabınız məsəl üçün 24 özüdür.